olmaq istəyirəm. Bugün bu sakitliyi hiss etmək istəyirəm. Amma bədənim buna izin vermir. Çünki bədən gərgindir. Bədən daima stressdədir, qorxudadır. Hardan nə zamansa negativ gələcək deyə ona hazır olmaq, sanki savaşçı bir stilində gözləyir. Amma etməyin. Bu anda əgər mənim səsimi eşidirsinizsə, buna diqqət edin. Rahat olun. Mən heç bir ruh çağırmıram. Mən şifacıyam. Mən sizə şifa verirəm. Yaradanın izni ilə. Mənim səsimə diqqət edin. Rahat olun. Gözlərinizi yumun. Tam mənim səsimə diqqət edin. Sakit olmaq istəyirəm, amma bədənim buna izin vermir. Çünki bədən zihindən daha öncə yaşayır. Zihin keçirdir, bədən yaşadır. Daima həyəcanda qalır. Ona görə bədən buraxa bilmir. Əgər sən də sürəkli gərginsən, bu sənin hatan deyil. Bədən keçmişdə yaşanan qorxuları, hayal kırıklıkları və yükləri içində saxlayır. Çiyinlər, omuzlar bu yükü daşıyır. Çənəmiz bütün yükləri, bütün ağır sözləri daşır. Qalbimiz qorunmaq istər. Bədən rahatlanmıyorsa, demək ki, hələ özünü güvəndə hiss etmir. Nədən acaba? Zihin anlamaq istər. Bədən isə hiss etmək. Zihnimiz bırak deyər. Bədən henüz deyil der. Bugün bədənlə savaşmağımız savaşacağıq və bədənimizi yumuşaldacağıq və yumuşaldırıq artıq. Bədən rahatlayır. Bədən artıq rahatlanır. Nəfəsinizi dinləməyə başlayın. Hər nəfəs alıb verdiyiniz anda bu dəqiqə olduğun yeri hiss et və məni eşit. Heç bir şeyi düzəltməyə çalışma. Sadəcə hiss et. Bırak hər şey necə varsa elə qalsın. Sən sadəcə hiss et. Nəfəsini alıb verdiyin anda qəlbində söylə. Artıq tələsmirəm. Tələsəcək yerim yoxdur. Çiyinlərini boşalt. Çənəni rahatlat. Qarın bölgəni boşalt. Sıxma özünü. Bədəninlə danışmağa başla. İçində, ürəyində söyləməyə başla. Bədənim, səni görürəm.
sıxışdırmayacağam. Sənə əziyyət verməyəcəyəm. Səni məcbur etməyəcəyəm. Rahatlamaq üçün güvəndəsən. Bırax özünü. Tam rahatla. Sakit ol. Bədənin səni sanki ilk dəfədir ki, səni eşidir. Səni dinləyir. Əgər içində bir ağırlıq, bir duyğu gəlsə, qaçma. Ağlamaq istəyirsənsə tutma, bırax. Sadəcə bu anda nəfəs al, nəfəsini burax. Amma içindən ağlamaq gəlirsə, burax, ağla. Saxlama içində. Qoy axsın, geçsin. Bu duyğular keçə bilir. Mən buradayam. Bədənini huzurda olduğunu hiss etdir. Mən buradayam de. Rahat ol. Güvən ver içinə. İndi bədəninin yuxarı qatından, başının üstündə sıcaq, yumuşaq bir işığı təsəvvür et. Hayal et. Bu işıq bədənində olan sərt yerləri yumuşaltmağa başlayacaq. Kalp bölgəsinə gəlsin. Oradan bütün bədəninə yayılsın. Və qəlbində söylə. Güvəndəyim. Huzurluyum. Bu anda içimdəki sıxıntıları buraxa bilirim. Mən rahatım. Bu anda zihnimizin səssizliyi başlar. Zihnimiz yavaş-yavaş susur. Düşüncələr artıq arxa plandadır. Bədən öndə. Sakit, yumuşaq. Bu hal sənin doğal halındır. Sanki sən daha öncə bu şəkildə idin. Bu cür sakit, bu cür huzurlu. Heç bir yerində ağrı, sızı yox. Rahat, tam rahat. Bu anda dərindən nəfəs alırıq, işığı içimizə çəkirik. 3 saniyə tutduqdan sonra nəfəsimizi yavaş-yavaş buraxarkən sanki içimizdəki olan ağırlığı, negativi, ağrıları alov şəklində çölə buraxırıq. Tüstü şəklində toprağa, toprağın yerin 7 qatına gömülür. Bu yumuşaqlığı gün içində daşıya bilirsin və özün içində qəlbində söylə. Bədənimlə barış içindəyim, huzur içindəyim, sevgi içindəyim. Pozitiv enerjini bütün bədənimə qəbul etdim. Mən bu huzurun içindəyim və daima bu mənimlədir. Təkrar dərindən nəfəs alırıq, nəfəsimizi 10 saniyə tuturuq, sayırıq. 1, 2, 3, 4, 5,
6, 7, 8, 9, 10. Nəfəsimizi yavaş-yavaş buraxırıq. 3-dən 1-ə qədər geri sayım sayırıq. 3, 2, 1. Ruhumuzu cismimizə geri qaytarırıq. Bu bədənə geri dönürük. Yaradana təşəkkür edirik. Bədənimizə təşəkkür edirik. Bizə bu bədənimizin sağlığı olduğuna görə təşəkkür edirik. Hər birinizə şifa olsun və yavaş-yavaş gözlərinizi açın. Hər birinizə huzur, sevgi, sağlıq arzu edirəm. İçimən qarışır. Şifa olsun.